Pestisidlərsiz biz zərərvericilər və xəstəliklər səbəbilə məhsulun təxminən 40%-ni itiririk. Amma zərərvericiləri və alaq otlarını məhv edərkən pestisidlər ətraf mühitə və insan sağlamlığına zərər verir. Onların orqanizmə düşməsi qaraciyərin ciddi zədələnməsinə, xərçəngə, sonsuzluğa və digər bir çox xəstəliklərə səbəb ola bilər. Bundan əlavə, təhlükə yaradan amillər arasında Sovet dövründən qalmış istifadə olunmamış pestisid ehtiyatları, istifadə müddəti bitmiş pestisidlər və istifadəsi qadağan olunmuş pestisidlər də var. Bu maddələrlə zəhərlənməkdən özünüzü və yaxınlarınızı necə qoruya bilərsiniz? Pestisidlərin əksəriyyəti meyvə və tərəvəzin qabığında toplanır. Buna görə qabığını soymaq daha məqsədə uyğundur. Yeməkdən əvvəl meyvə və tərəvəzləri soda məhlulunda saxlayın. İstiliklə emalda pestisidləri parçalayır. Qaynadanda bir neçə dəqiqə sonra suyu süzün və yeməyi təmiz suda bişirməyə davam edin. Xüsusilə tərk edilmiş və tənha yerlərdə naməlum kimyəvi maddələrlə təmasdan uzaq durun. Toxic.net şəbəkəsinə qoşulun və kimyəvi təhlükəsizlik sahəsində biliklərinizi artırın. Sağlamlığınıza və yaxınlarınızın sağlamlığına qayğı göstərin.